Herkese salam aleykum dostlar, mən Elif. Deməli 1-2 həftələrdə video çəkmişdim mikrofonla əlaqəli. Nəhayət ki o mikrofonumuz gəldi çıxdı. Gəldi amma nə tər gəldi çıxdı. Mikrofonu zakaz eləyəndə səhv zakaz eləmişəm. Gördüyünüz kimi mikrofonumuz budur. Deməli nə tər zakaz eləmişəm mən bu mikrofonu. Mikrofon zakaz eləyəndə çox balancə, çox incə bir detay qaçırtmışam. Nə tər detay qaçırtmışam. Əvvəlcə gəlin sizə mikrofonu göstərim. Mikrofonumuz gəldi çıxdı. Super ideal vəziyyət. İncə detayımız nədir? İncə detayımız əsas olan detay mənim telefonuma getməyən USB. Mən əslində bunu beləsi zakazlamamışdım. Daha doğrusu mən bildiyimə eləsi zakazlamamışdım. Bana lazım olan bu Type-C. Deməli biz bu mikrofonu nə edirik? Bu mikrofonu geri qoyuram bunun paketinə. Deməli biz bu mikrofonu nə arayacaq? İstəyirəm ki bu mikrofonu mənim takip edən qardaşlarımdan birinə hədiyyə edeyim. Deməli bu mikrofonu nə tər qazana bilərsiniz? Yorumlara mən yazırsınız və mən sizin yazdığınız yorumlardan birinizi seçib və bu mikrofonu sizə hədiyyə edirəm. Sadəcə yorumlar bölməsinə mən yazın və mən oradan sizdən birini seçib bu mikrofonu sizə hədiyyə edəcəm. İnşallah yaxın bir vaxtda da YouTube kanalımıza video paylaşacağım. Girib oradan baxa bilərsiniz, linklərini aşağı qoyacağım. Mikrofon məsələsinə də geri dönsək, təzə mikrofon zakaz eləmişəm inşallah. Bu ayın axırı gələn ayzat belə gəlməlidir. O mikrofonumuz gələndə də sizlərə o birisi video dediyim kimi daha yaxşı, daha akıcı videolar çəkməyə başlayacağım. Sağ olun, salamat qalın.